İlk öncə Selenium-dan başlayaq. Deməli, biz testlərimizi avtomatlaşdırmaq üçün hər hansısa bir alətə ehtiyacımız var. Alətdən istifadə etməliyik və bu alət, yəni tool olacaq Selenium. Bəzi başqa toollar da var. Məsələn, Playwright var, Cypress var və s. Amma bu kursda biz Selenium əhatə edəcəyik. Başqa toollar sizə maraqlıdırsa, təbii ki, bildirə bilərsiniz. Əgər çoxlu istək olsa, mən çalışacağam ki, digər kursları da hazırlayım. Selenium dedik ki, tooldur, alətdir. Testimizi avtomatlaşdırmaq üçün, brauzeri idarə etmək üçün bizə lazım olan bir tooldur. Amma bu tool öz başına tək işləyə bilməz. Bu tool üçün bizim proqramlaşdırma dilinə ehtiyacımız var, framework-a ehtiyacımız var və s. Proqramlaşdırma dili olaraq biz Java-nı öyrəndik. Siz istənilən başqa proqramlaşdırma dilini də öyrənə bilərsiniz. Məsələn, JavaScript, TypeScript də bir yerdə, Python, C# və s. Framework isə bizə icazə verəcək ki, biz həm proqramlaşdırma dilindən istifadə edərək, Selenium toolundan istifadə edərək öz belə deyək, mühitimizi yaradaq. Məsələn, əmrlər verək ki, filan test bu cür keçməlidir, unit testlər yazacağıq, integration testlər yazacağıq və onların hərəsi üçün bizim framework-a ehtiyacımız var. Təbii ki, daha ətraflı framework nədir? Biz onu həmin o framework-ları öyrəndiyimiz zaman başa düşəcəyik. Framework olaraq mən kursda 3 framework-a əhatə edəcəm. Birincisi JUnit olacaq. Unit testlər yazmaq üçün, hərçənd ki, unit testləri adətən developer yazır, amma sizin bilməyiniz də yaxşıdır. Integration və end-to-end testləri yazmaq üçün TestNG framework-u və sonda BDD deyilir, Behavior Driven Development. Təbii ki, bu anlayışla gələcəyik və onun üçün biz Cucumber framework-undan istifadə edəcəyik və orada istifadə olunan dil Gherkin dili olacaq. Bu dərsə də gəlib çatacağıq. Hələ ki, sadəcə informasiyanı qəbul edin, yadda saxlamağa çalışmayın. Praktika ilə istifadə etdikcə yaddaşınızda qalacaq. Və hazırsınızsa, gəlin yeni proyekt yaradaq və avtomatlaşdırmaya başlayaq.